Bəli, biz davam eləyirik. Təbii ki, əgər ağır yeməklərdən istifadə etmişiksə və çox dadlı yeməkləri, belə deyək də, istehlak etmişiksə, mütləq onun kompensasiyası da olmalıdır və idman zallarına getməyə vaxtı olmayan yetəri qədər tamaşaçılarımız var ki, onlar eləməz açıq havada olan müxtəlif idman qurğularından istifadə edərək də idman eləyə bilərlər. Bax, elə nümunə olaraq süjetdə də yəqin gördünüz, Nigar Babayeva, Röya, elə digər əzizə müxbirimiz hamı oturub yemək yeyirdi və indi gediblər bizə canlı bağlantı təqdim edəcəklər. Çünki parkdan, açıq havada idman qurğularının istifadəsi ilə bağlı məlumatlar var. İdman edək, sağlam olaq. Sabahın xeyir olsun, Nigar. Salam, Nigar. Firdəsən. Təşəkkür edirəm, mən də sizi salamlayıram. Sabahınız xeyir olsun deyirik. Bəli, doğru vurğuladınız. Səhər idmanının insan orqanizminə faydaları çoxdur. Həmçinin qeyd etmək istəyirəm ki, şəhərimizin müxtəlif istiqamətlərində belə pulsuz fitness alətləri quraşdırılıb. Hər kəs üçün bu əl çatandır. Bəs doğru istifadə qaydası necə olmalıdır? Ətraflı məlumatı bizimlə birgə-birbaşa bağlantıda olan Azərbaycan Bodybuilding Federasiyasının hakimi Ceyhun Əmidov çatdıracaq. Ceyhun bəy, sabahınız xeyir. Salam, sabahınız xeyir. Bugün çəkinmə hərəkəti icra eləyəcəyik və düzgün icra etmə qaydasını göstərəcəm və qeyd eləmək istəyirəm ki, bu kürək və qolun ön hissəsi əzələlərini çalışdırır. Yəni. Ceyhun bəy, burada diqqət edilməli ən əsas məqam yəqin ki, bu asta yenişdir, yoxsa? Bəli, asta eniş olmalıdır və əlin tutma qaydası. Enlilik düzgün şəkildə seçilməlidir. Yəni, çiynimizin enlilik şəklində olmalıdır. Baxın, əlinizi atanda, üzr istəyirəm, mikrofonu götürürsünüz. Bu qaydada. Çox enli götürsəz, kürəyiniz daha çox yüklənəcək. Biraz yaxın götürsəz, ön hissəsi, qolun ön hissəsi yüklənəcək. Təşəkkür edirəm Ceyhun bəy. Belə, bizim hələ ki çatdıracaqlarımız bu qədər. Sözü sizə studiyaya ötürürəm. Çox sağ ol, Nigar. Təşəkkür edirəm ətraflı məlumatlara görə. Biz davam edirik.